koydu. Siz bilirsiniz ki bu seni aktarıram Azerbaycan halkını cilaladı, Azerbaycan halkını saflaştırdı, Azerbaycan halkının sert cəhətlərini üzə koydu. Azerbaycan halkı harda səhv kimler ne harda səhv edir, səhvlərini düzəltdi. Çok şeyler dedi. Onunla beraber ben Xoşqədəm xanımı çok istəyirəm. Niye? Yalnız onun qoçaqlığına göre çok istəyirəm. Ve həmişə də arkasında durmuşam ve duracağım da. Onu tənkid edirlər, qoy eləsinlər. Amma siz biləsiniz ki, Xoşqədəm xanımın paxıllığını çəkən insanlar da çox idi. Onun arkasında düşənlər də çox idi. Onu biabr eləmək istəyənlər də çox idi. Ne kadar elədilərsə, onu isteyen adamlar onun arkasında durdu. Ve Xoşqədəm xanımı doğrudan da bir qoçaq kadın kimi ben o cesareti özümde görebilmezdim. Onun elədiyini hiçbir kişi belki bilemezdi. 2 günün ərzində buradan gelirdi hara Sırtıqlara, oradan gelir Moskva, Moskvadan Ufa'ya gelir, Başkırıstan'dan qayıdır bir de Bakıya. Xoşqədəm xanım hemen Xoşqədəm xanımdır. Xoşqədəm xanımı siz beləsiniz, görürsünüz. O kadar qoçaq, onun canı o kadar demir kimidir ki, o kadar işləyir ki, inanırsınız. Bu millətini de o kadar çok sevir ki ve ben de onu çok istəyirəm. Yalnız bu sevgi onun qoçaqlığınadır. Yalnız bu sevgi onun cesaretinədir. Yalnız bu sevgi onun qeyrətinədir. Bravo, Xoşqədəm xanım, sizi təbrik edirəm. Mən açıq dedim, o kadar düşmanlarım var idi ki, mən inanmırdım ki 15 yıl gəlib çatacağım. Mən 3 ilində de olmuşam bunun, 5 ilində de olmuşam. Yeri gələndə hətta tənqid eləmişəm, bu bunun üzüm, mənim üzüm. Hətta adını bilirsən, birazdan koymuştum, adamı çərlədirdim, birazdan. Gələn həftəyə qalırdı gelirdə. Ay Xoşqədəm xanım, qocalar baxır, infarkt öldü, kırıldı bu millət, yazıqdır, ne hamısınız? Xoşqədəm xanım güzel insandır. Her şeyden evvel bu halkı sevendir. Her şeyden evvel bu halkın o menfi cəhətlərini üzə çıxardıb, onu tənkid etdirib və aradan çıxartmaqdır. Adət-ənənələrimizi inkişaf etdirməkdir. Bak onun için de Xoşqədəm xanım sevilir ve seviləcəkdir. Teşekkür ederim, tebrik ederim sizi. Allah korusun. Yok, çok yaxşı. Arif Babayevi burada görürəm. Mənim mənəvi atam deyirəm həmişə. Rəşid Mahmudova və Arif Babayevə. Onun o verilişdəki görüntülərini, onun gözəl ilahi, necə gözəl ürəkləri belə toxunan sözlərini Azərbaycan tamaşaçıları eşidirdilər. Bugün xəstə olduğu için burada yoktu. Ama ne yaxşı ki siz buradasınız, Arif Babayev yoxsa da. Arif Babayevin ürəyi buradadır. Alqışlayaq. Rəşid müəllim sağ olsun.